Stop. İnsan harda? Yaxşıdır, yaxşıdır. Bizim ümumiyyətlə bu yola başlamağımızın bir dənə səbəbi var. Əli bəylə hal-hazırda ölkəmizdə və dünyada baş verən emosional yalanların üstünü açmaq, ifşa eləmək nədir? Yəni boş, hər kəs enerjidən danışır, hər kəs dalğadan danışır, hər şey bir döngüdən danışır. Amma bu döngünün, bu zamanın, belə deyək də, bu enerjinin, bu titreşimin nə olduğunu həqiqətə insanlara çatdıran yoxdur. Və günümüzdə bu vəziyyət elə bir günümüz vəziyyətə gəlib çıxıb ki, artıq bilmirəm, sosial şəbəkələrdə izləyirsiniz yoxsa yox, kaşlok satan var. Bundan kaşlok satırlar, xəbərim var. 20 manata kaşlok satır ki, bu kaşloku gəlin məndən alın, sonra zəngin oldunuz. Sevgi həyatınızı düzəldəcəm, nə bilmə, belə çox qəribə proseslər var. Hələ heç öz həyatını düzəltməmiş. Hə, var. O adamlarda var, hə. Çünki sən ötürdüyün şeyi, mənanı, sən birinci öz həyatında hiss eləməlisən. Birinci özün şahidi olmalısan. Ondan sonra başqa şahidlərə çıxışın olur. Məsələn, sən onu paylaşırsan, görüm, o da o şeyə şahid ola biləcək, o mənaya. O məsələn, aha. Buyur, davam edin. Yox, buyur, bunlar bir-birlərinə. Yox, çox xahiş edirəm. Ümumiyyətlə, bilirsiniz necədir? Hər bir prosesdə hər bir insana eyni təsiri göstərmir. Bugün bu şey mənə, belə deyək də, bu enerji mənə yaxşıdırsa, illa ki, hamıya da yaxşı olacaq deyə bir şey yoxdur. Bir insana məsləhət vermək, ağıl vermək və yaxud yol göstərmək həqiqətən böyük bir yaşanmışlıq tələb edir. Savaddan əlavə, oxumaqdan əlavə yaşanmışlıq tələb edir. Bu yaşanmışlığı yaşaya bilməmiş insanlar, Ali. Çox yaxşı bir nöqtəyə qədər gəldin, mən indi onu demək istəyirəm. Ha, bu barədə nə var? İntellektual adamlar var, məsələn. Onu da indi belə pis çıxsa da deyəcəm onu. İntellektual adamlar sadəcə məlumatları beyin bazasında toplayır, amma özü işlədə bilmir. Yəni, qəlbi ilə rabitəyə keçə bilmir. Buna şərq ədəbiyyatında belə bir dənə karikatura təsvir veriblər. Elə bir ki, məsələn, eşək gəlir, amma üstünə kitab yükləyiblər. O eşəyin daşıdığı şeydən özünün xəbəri olmur. Məsələn, cəmiyyətdə artıq məsələn, belə insanlar da peyda olmağa başlayır. Amma əslində sən görəndə gülə bilməlisən. Əslində görəndə gülə bilməlisən. Çünki insanlarda indi daha çox aqressiya daha belə yaygınlaşıb, belə deyim. Ailələrdə insanlar gör nə edir? Mən indi bir qurtum su içib gör nə deyəcəm sizə indi. Ailələrdə insanlar bir-birlərinə sakit danışında artıq başa düşmürlər bir-birlərini. Kimsə əsəbləşməlidir və bütün səsi evi titrətməlidir. Ondan sonra evdən deyir ki, deyəsən bu düz deyir. Haqlıdır bu. Qışqırmasaq bir-birimizin üstünə. Son dövrlərdə bu seriallarımızda da belədir, kanallarımızda da çox faizli belədir. Elə bil qışqırmasa insana bir-birlərini ayılda bilmir. Sakit danışanda insana bir-birlərini başa düşmür. Necə qəribə bir şeydir. Amma əsəbləşir ha, məsələn bir müdür necədir? Müdür əsəbləşir. Amma bütün işçilər özləri bilirlər ki, müdür niyə əsəbləşdi ha. Amma onun əsəbini yaşamaq var ha, bax. Bu da məsələn enerji vampiri kimidir. Onu əsəbləşdirib qidana daha çox bu qadınlarda belə baş verir. Sevdiyi və yaxın hiss elədiyi adamı əsəbləşdirdikcə özünə bağlamağı. Məsələn, qadında bu belədir. Əgər səni əsəbləşdirə bilmirsə qadın, deməli, sən hələ onun diqqətində deyilsən. Mənə görə də bilmirəm, yəni bu bəlkə də sizə görə də elədir. Amma mən yaşadığım bir şeyə, belə deyək də, testdən keçirdiyim şeyə görə insanla qışqırmasının səbəbi sadəcə qəlblərin uzaqlaşmasıdır. Bir evin içində yaşaya bilərsiniz, amma qəlbiniz bir-birinə o qədər uzaqdır ki, çünki eşidən qulaq deyil, qəlbdir. Titreşimdir. Həyatımız bir titreşim üzərindədir. Danışdıqca da titrəyə-titrəyə gedir və onun beyin algılayır, sözə çevirir və başa düşürsünüz. İnsanların qəlbi bir-birinə o qədər uzaqlaşır ki, və başlayırlar bir-birinə aqressiv qışqırmağa. Qışqırma səbəbi odur ki, qəlb eşidə bilmir. Çox üzr istəyirəm, yenə bunu qüvvətləndirici bir şey deyim, qəlb rabitəsində. Necə ki, məsələn, telefonu götürüb, indi götürə bilmirəm. Telefonu götürüb, Bakıdan Amerika ilə rahat danışıram. O uzaqlığı bu yaxınlığa gətirib. Qəlb rabitəsi də belədir. Məsələn, adam olar ki, qəlb evi deyilən bir şey var ümumiyyətlə bu irfanda, yaşam sənəti deyilən bu sənətlərin ən birincisidir yaşam sənəti. Ümumiyyətlə, verilişimizin adı ondan ibarət. Deyək, verilişimizin adını demək. Hə, doğrudan hər şey danışdım, amma veriliş də demə buna. Veriliş də deyəndə adamda bir qəribə bir yığıncaq deyək. Verilən bir şey, proqram. Əslində bu ruhların toplaşdığı bir şeydir. Məsələn, bir işıq. Məsələn, belə götürək onu. Hər kəs deyək ki, öz işığına əslində çatmaq istəyir, özünə yaxınlaşmaq istəyir. Bax, belə bir şey var.
Ona görə insanlar toplaşır, yığışır. Hər kəs bir axtarışdadır, axtardığını tapmaq istəyir. Bax, gedir biri çayxanada yığışır. O qədər beynində onun səs-küyü var ki, o domino çırpıldıqca o elə bilir ki, o səs o içindəki səsi azaldacaq. Ona görə bütün gün domino çırpır ki, çalışır. o içindəki səslə o eşitməsin içindəki səsi, belə deyim də. Amma dünyada belə bir şey də var ki, dünya deyəndə ki, bizdən əvvəl çünki yaşayıblar deyə, bu elə bir şeydir ki, bizdən əvvəl yaşayıblar deyə. Bilinən və bilinməyən, görünən və görünməyən enerjilər var. Məsələn, reinkarnasiya deyilən məsələn bir şey var, bilməm də eşidərsiniz, eşitməzsiniz filan. Bundan sonraki həyat. O şeylər də oradan da var. Təbii ki. İnsan məsələn ruhu belə başa düşmək əslində insanın düşünməyinə daha çox kömək ola bilər. Ruhu elə bil ki, bədəni bir geyim kimi verir, bir libas kimi verirlər. Ki sənin ruhun bu libası geyinsin. Çünki dünya məntəqəsindən sonra libası soyunub gedir qəhrəman, həmən o sənin işığın, o ruhun. Yenə də onu apara bilmir. O qədər öz zamanımıza qapıldıq ki, biz əlavə zamana ehtiyac duymadıq həqiqətində. Amma bu zamanı biz özümüzə qoşa bilərik. Qoşacaq. Hər sualda başlayıb zamanımızı fırlada bilərik. Ümumiyyətlə zamanımız qoy başlasın. Ümumiyyətlə mükəmməllik deyilən bir şey yoxdur. Belə bir qavram yoxdur. Olduğu kimi mükəmməldir hər şey. Hər bir şey olduğu kimi mükəmməldir. Qəbullandıqca buna mükəmməlləşməyin Bax yenə sən dedin, özün belə artıq. bax sən dedin yenə məndə təb gəldi. Çox üzr istəyirəm. İnsanlar bir-birlərinə bir də görsən deyirlər ki, hamımız bilirik bunu. Deyir o falan kəs belə bir cür adamdır. O da deyir bu da belə bir cür adamdır. Bu da belə lap belə bir cür adamdır. Deyəndə o bir cür sözündə hərə öz anlayışını qoyur o insan haqqında. Amma cür sözünün özü səs deməkdir. Səs. Hərə bir səsdir əslində. Yəni o kimliyini axtarsansa, o kimlik həmən o yer var idi, ol yeri var idi, ol yeri. Səslə o bir yerdə idi o söz. İndi bir fikir demək istəyirəm, üzr istəyirəm. Sənin fikrə bir fikir deyil. Bunu hara qoyum zaman ya bu? Vermə. Çox sevməzəm. Bunu elə yerə qoysun ki, elə bir dənə dəqiq detalı idi ki o. Amma düşüncədə biz həmən o dediyimiz o 6-17-yə enə bilsək, yəni bizim gələcəkdə axtardığımız şeylər, cavablar, əslində onlar bizim keçmişimizdədir. Mən sizə indi bir nöqtə deyəcəm. Bilirəm ki, hər kəsin həyatında bu nöqtələr var. Məhz bu 6-17-ni mən istəyirəm, Salman, tam belə başa düşürsün. 6-17 yaşam sənətidir. Mənası da ondan ibarətdir ki, 6 və 17 yaş arasında yaşadığımız hər bir şey bizim bütün ömrümüzə təsir edir. Necə bir şeydir o? O necə bir şeydir? Məhz 6 yaşından 17 yaşına qədər bizim yaşadığımız o hekayə başlayıb və bitən hekayə. Biraz özünüzə ara versəz saniyələrdə biraz ora gedib gələ bilərsiniz. Biraz ora gedib gələ bilərsiniz. O 6-17-yə. Və orada siz fikir versəz, əslində əzablardan da çıxmısınız. Çətin vəziyyətlərdən də çıxmısınız. Amma biz onu düşünməmişik, yaşamışıq. Bizim indimizlə problemimiz ondadır ki, biz əvvəllər sadəcə yaşayırdıq. İndi isə düşünürük, sonra yaşayırıq. Ona görə bir addım geridəyik özümüzdən. Əgər bunu biraz, bu sizdə əgər kömək eləsə o sizə. Və üzr istəyirəm, buna əlavə eləmək istəyirəm. 6-17 yaş arasında mexanizm, yəni insan mexanizmi, ruh, hərəkətə gətirdiyin o şuuraltı, sənin mələklərin dediyin, məsələn, biz inanırıq buna, mələklərə. Mələk o deməkdir, qanadını götürdü, uçdu. O görünməyən bir enerjidir, hətta adamın qulağından girər, bu qulağından girər, bu qulağından çıxar. 6-17 arasında, bir dənə, indi istəyirəm onu sizdən. Bir dənə ora gedin və orada nələrlə məşğul olmuşsunuz, hansı peşəni istəmişsiniz, nə orada yarımçıq qalıb, nə var ki, orada özünü bağışlaya bilməmsən, nə var ki, qarşındakiləri bağışlaya bilməmsən. Onları görüb, onları qucaqlayıb, onları bağışlayıb keçmək lazımdır. Çünki bu keçmiş, adından məlum olan keçmiş bir şeydir. Amma biz insanlarda nəyə görmüşük? Həmən o rəqəmlərdə ilişib qalmaqlar olur. Bağlılıq, keçmişlə yaşama. Baxmayaraq ki, zaman axır, insan yaşlanır, amma daxili dünyasında o həmən hadisədədir, o insan. Orada ya özünü bağışlamayıb, orada bir nöqtədir, ya özünü bağışlamayıb, ya qarşındakini bağışlamayıb. Və bu əgər zaman haqqında davam edirsə, onun öz zamanını tıxıyır. Düyün olur keçmişdə. Çünki 14 yaşındakı bu dəqiqə sən var, 14 yaşındakı.
Yadınıza salın bir dənə 14. 14 yaşındakı özünə bax bir dənə. İndi bu yaşındakı məsələn özünə bax. Bir dəqiqə dəb olub. Bilmirəm xəbərim var yoxsa yox. Bütün bu işlərlə məşğul olanlar çoxsu, bütün deməyə çoxsu bir söz ifadə edirlər. Mən bu sözə çox qıcıq oluram. Ümumiyyətlə bu verilişdə mən çox şeylərə, qıcıq olduğum şeyləri mən əsas açıb ağartmaq istəyirəm. Onlardan biri bu yaxınlarda qulağıma söz çatıb ki, bir dəqiqə hamı ifşa edir, söz deyir ki, keçmişlə yaşamayın. Gələcək də gələcəkdir, bilmirsiniz olacaq yoxsa yox. Bugünlə yaşayın. Amma sözün dərininə düşüb insanlara əsl məntiqini başa sala bilmirlər. Çünki yaşamayıblar axı özləri o məntiqi. İnsan keçmişini nəzərə almayaraq, yəni belə deyək də, olur keçmişindən referans almayaraq bu gününü yaşaya bilməz. Gələcəyin də xəyalını qurmadan bu gündə baş verəcək mübarizələrdən enerji ala bilməz. Və bağışlamaqda da belə bir şey var. Əgər sən özünü bağışlaya bilməmsənsə, başqa heç bir insanı bağışlaya bilməyəcəksən. Buna əmin ol. Sadəcə zənn edə bilərsən. İnsan özünü nə boyda bağışlaya bilirsə, qarşındakını da o boyda bağışlaya bilir. Burada da o bütünləşməlidir o. Baxış bucağı deyirlər, hərənin öz baxış bucağı var. O baxış bucağında bax qrup yaradan o insanın vaxtı ikən elədiyi özünü bağışlamaqlar və yaxud da bağışlamaqlardır. Hər bağışlayışda o bucaq böyüyür. İnsan daha mərhəmətli, daha belə deyək də ilişkən olmur. Bir dəqiqə günümüzdə bir də insanlara baxın, hər kəs hər kəsə ilişməyə başlayır. Yəni sən aqressiya axtar, bir şey desin, ona bir söz deyin, bir şey desin, ona bir parçalayın. Bunlar hamısı insanların... Yo, indi insanlar başlayın. 6-17 arada qalmış, yaşanmış proseslərin sadəcə zəncirləridir. Və indi o nədir? O zəncirlər, belə deyək də, hər birimizin həyatında var. Sadəcə keçmişə dönüb, o zəncirlərə baxıb, o zəncirlər bilirsiniz nədir? Kimisə həyatında yaşadığı, belə deyək də, ölüm, itki, doğuş, travmalar, bunlar hamısı... Sevgi də ora aiddir. Sevgi, ayrılıq, nə bilim, qazanc, iş, hər bir şeyə aiddir. Amma 6-17-də deyə bilərsiniz, sual yarana bilər ki, indi bilmirəm, sualı vermirsiniz, amma mən sizin yerinizə o sualı özümüzə verirəm. Sual yarana bilər ki, gələcək, mövzu ilə bağlı deyirəm, sadəcə sual verin ki, mən sadəcə sual yarana bilər ki, biz bu döngünü indi də yaşayırıq da, indi niyə həyatımıza təsir eləmir? Əksinə təsir edir, amma mövzu bilirsiniz nədir? Keçmişi referans alaraq bugünün həyatına müdaxilə edir. Yəni 6-17-ni nəzərə alır. 6-17-də yaşadığınız o travmanı necə kodlamışsınızsa, onu nəzərə alır, bugünü ona uyğun yaşayır və başlayır qurmaq.